Təxminən bir aya yaxındır ki, Qarabağ rəsmi oyun keçirmir. Bu oyunda, Eintrachtla keçiriləcək oyunda Qarabağ necə təsir göstərəcək? Mən xatırlayıram ki, biz Ajaxla oyunda bu sualı Qurban Qurbanova verdik. Eintracht Bundesliqada bir neçə oyuna çıxıb Qarabağla görüşə qədər və kifayət qədər yaxşı idman forması ilə Bakıya gələcək. Futbolçular daha belə topa, stadiona, meydana alışmış formada gələcək. Qarabağda isə yalnız yoxlama görüşləri olacaq. Bu da təbii ki, rəsmi görüşlər effektini vermir. Qurban Qurbanov da bildirmişdi ki, komandamızın idman forması baxımından komandamız bu görüşdə təbii ki, rəqib bizdən daha üstün olacaq. Ümumilikdə isə baxanda təbii ki, əgər futbol tərəfindən işə baxsaq, rəsmi oyunlar daha çox keçirən, bir neçə ardıcıl oyun keçirən komanda ilə uzun bir fasilədən gələn komanda arasında fərq olmalıdır və Eintracht bu məsələdə üstün tərəfdə. Amma biz bir tərəfdən də baxanda görürük ki, komandamızda Qarabağda futbolçular sanki son oyunlarda həddindən artıq çox yorulmuşdu, doymuşdu. Premyer Liqada da çox gərgin mübarizə var, işlərini həll etməyiblər və Çempionlar Liqasında da dəyişən təqvimlə, yeni formatla futbolçular çox yüklənirdi. İndiki mərhələdə sanki Qarabağın bu pauzaya, bu istirahətə ehtiyacı çox idi və oyun formasından uzaq olsalar da kifayət qədər futbola az olacaqlarını düşünürəm. Yəni, bu baxımdan komandamızın xeyrinə ola bilər bu məsələ və yoxlama görüşləri də əslində bizə bir növ göstərdi ki, Qarabağ futbolçuları hansı istəkdədir, hansı enerjidədir və bu fasilə dönəmində rəsmi oyun keçirməmək əslində onları biraz daha futbol üçün acıdırıb və son Ajaxla oyun, son Sabahla oyunla müqayisədə yoxlama görüşlərində komanda daha belə möhkəm, daha hərəkətli, daha dinamik görünürdü. Qarabağ bu oyunu öz meydanında doğma azarkeşlərin arasında keçirəcək. Bu Almaniya komandasına hansı psixoloji təsir göstərə bilər? Təbii ki, doğma meydanda oynayan komanda üstün tərəfi olur, amma biz bu cür turnirlərdə, ümumiyyətlə Avrokuboklarda Qarabağın səfər komandası olduğunu görmüşük, demişik. Ümumiyyətlə Qurban Qurbanovun komandasında təzyiqsiz oyunlarda daha yaxşı nəticə qazanmaq bir variantı var, belə deyək və hər zaman təzyiq olmayanda, daha rahat olanda nəticə daha yaxşı olur. Təzyiqli oyunlarda nəticə verə bilmir. Ajaxla oyun bizim üçün bu mənada güzgü effekti idi deyə bilərik. Komandanın bu oyunu qazanacağından bağlı həm mətbuatda, həm sosial mediada oyun gününə qədər, son dəqiqələrə qədər çağırışlar var idi və bu da futbolçuları bir mənalı olaraq əks effekt verirdi. Çünki Qurban Qurbanovun komandalarında, futbolçularında adətən təzyiqsiz oyunlarda özünü rahat hiss etmək kimi bir seçim var. Özünü daha rahat hiss eləyir və biz Ajaxla oyunun gedişində dəfələrlə gördük ki, Qurban Qurbanov komandanı sakitləşdirməyə çalışır. 1-0-dan, hətta 1-1-dən sonra komandanı sakitləşdirməyə çalışırdı. Əli ilə belə sakit olun, daha sakit işarələr verirdi. Amma buna baxmayaraq, bax o doğma azarkeş amili, o oyuna qədər olan çağırışlar, Ajaxın nisbətən zəif görünməsi bir növ futbolçularımızın da fikirlərini qarışdırmışdı və hətta 1-0 öndə olan vaxt yağışlı havaya baxmayaraq dayanmadan hücuma çıxmağa çalışırdı. Qurban Qurbanov nə qədər sakitləşdirməyə çalışsa da futbolçularını biz görürdük ki, istər cinahlar olsun, istər orta xətt olsun, dayanmadan hücuma atılırdı və bu demək olar ki, əksimizə işlədi. Ümid edirəm ki, Eintrachtla oyunda azarkeş amili, ümumiyyətlə qələbəyə köklənmək və qələbə çağırışları futbolçularımıza belə deyək, əks təsir etməyəcək. Təbii ki, üstünlükdür, təbii ki, o stadionda, o atmosferdə oynamaq hər bir futbolçu üçün yüksək motivasiyadır. Amma mən düşünürəm ki, məşqçilər heyəti, ümumiyyətlə klubun bütün işçiləri həmin gün futbolçuları daha sakit oynamağa, daha soyuqqanlı oynamağa çağıracaq, daha sakit olmalıdırlar son dəqiqələrə qədər. Xüsusilə biz elə məşqçilər heyətinin mütəmadi açıqlamalarından, futbolçuların açıqlamalarından da görürük ki, bu Avropa futboludur və burada hər an, hər saniyə nəsə baş verə bilər və bizim də təcrübəmiz ona çatmır ki, biz istədiyimiz atmosferdə, istədiyimiz kimi rahat futbolumuzu oynayaq. Hər an, hər saniyə diqqətli olmalıyıq, arxayın düşməməliyik, tribunaların çağırışlarına uyub daha çox irəli atılmamalıyıq. Sadəcə məşqçilər heyəti və futbolçular arasında olan o
rabitəni qorumaq lazımdır, sona qədər sakitliyi və soyuqqanlılığı qorumaq lazımdır deyə düşünürəm. Eintracht tərəfinə gəldikdə isə Eintracht təbii ki, Bundesliqada bundan daha sərt, daha qatı azarkeşlər görür. Biz onların Borussia Dortmundla oyununu gördük, necə dramatik, necə ağır oyundan çıxmışdılar. Bax, həmin oyun da bizi bir xeyli bizim rəqibimizi demək olar ki, gücləndirir, daha da böyüdür və həmin oyunların atmosferindən mən düşünmürəm ki, Bakıda 30 min azarkeş, 40 min azarkeş hər nə qədər coşqulu olsalar belə onlara təsir etsin, məncə onlar daha sakit olacaqlar. Yəni Eintracht tərəfini bu azarkeşlərin, bizim azarkeşlərin Eintracht kimi bir komanda, ümumiyyətlə Avropa komandalarına təsir etməsi etiraf eləyək ki, hələ o qədər də real deyil. Məsələn, Türkiyə futbolunda biz gördük Qalatasarayın Avrokubok oyunlarında, Qalatasaray xüsusilə Liverpoolla oyununda stadionda yaşananları, amma bizim azarkeşlər hələlik o qədər Çempionlar Liqasının o səviyyələri qədər inkişaf etməyib. Bunu etiraf etmək lazımdır. Qarabağın ayıqsımasından danışdıq. Ümumiyyətlə Qarabağ son 2 oyunda məğlubiyyətlə üzləşdi. Bu məğlubiyyətimiz bu oyunumuza necə təsir eləyəcək? Düşünürəm ki, oyunlarda məğlubiyyət ümumiyyətlə mental yorğunluqdan bağlı idi və ən əsası hələ də biz Qarabağ illərdə Avrokuboklarda mübarizə aparsa da 3 gündən bir oyuna sıx təqvimə öyrəşməyib mən düşünürəm ki, və bizim futbolçular, məsələn Qarabağın çox geniş rotasiyalı heyəti var və Premyer Liqa oyunlarında hətta ikinci heyəti bəzən meydana buraxdığı oyunlar var idi, amma buna baxmayaraq həmin o təqvimə, həmin o qrafika öyrəşməyib düşünürəm ki, və bax Ajaxla oyundan sonra bu fasilənin olması əslində bir növ komandamızı xilas etdi deyə bilərik. Əgər bu fasilə olmasa və növbəti yaxın günlərdə Eintrachtla oyun olsaydı, düşünürəm ki, həmin oyunda komandamız üçün ağır olacaqdı. Amma indi həm məşqçilər heyəti, həm futbolçular üçün həm düşünmək, analiz etmək üçün bir vaxt qazandıq, həm də daha belə sakitləşmək, daha rahat olmaq üçün. Bax, biz yoxlama oyunlarında gördük, Qurban Qurbanov Montieli fərqli mövqedə oynatdı, Zubiri öz mövqeyinə qaytardı, eyni zamanda bəzi başqa rotasiyalar elədi. Bax, bunu çempionat ərzində eləyə bilmirdi. Sırf kökləndiyi bir sistem, bir yanaşma var idi ki, bu sonunda komandanın işini çətinləşdirirdi. Amma bu fasilə mən düşünürəm ki, komandamıza yaxşı təsir eləyəcək bu mənada və həmin o məğlubiyyətlərin səbəbi də o mental yorğunluq idi, eyni zamanda təqvimin sıxlığının gətirdiyi yorğunluq idi, futbolçuların futboldan doyması idi, çatdırmaması idi. Amma belə bir fasilə ilə həmin məğlubiyyətləri unutmaq olar və mən düşünürəm ki, həmin o oyunlar tamam başqa oyunlardır. Artıq bu fasilədən qayıdan Qarabağ tamam başqa Qarabağ olacaq. Eintrachtın son oyunlardakı performansı fonunda Qarabağ hansı taktika ilə meydana çıxmalıdır ki, daha effektiv nəticə göstərək? Qarabağ sistem komandasıdır və bu cür komandalar adətən öz sisteminə, öz ənənələrinə, futboluna sadiq qalır və düşünürəm ki, burada da elə olmalıdır. Təbii ki, indi orada hava şəraitindən asılı olaraq ki, yaxşı göstərmir havaları. Eyni zamanda rəqibin bizdən qabaqki oyunlarından asılı olaraq, rəqibin oyuna yanaşmasından asılı olaraq biraz ehtiyatlı olmaq olar. Amma düşünürəm ki, yenə də Qurban Qurbanov topla oynayan, öz stilinə sadiq bir oyun tərzi seçəcək və doğrudur, çətin olacaq, çünki yenə qeyd edək, bayaq siz də vurğulamışdınız, Eintracht Bundesliqada bir neçə oyun keçirir, bu Qarabağın isə ilk rəsmi oyunudur. Buna görə bizim üçün çətin olacaq, futbolçular üçün çətin olacaq, amma biraz daha təlim məşq toplanışından enerjili qayıtmış heyəti düşünərək, daha istəkli futbolçuların olduğunu düşünərək 90 dəqiqə ərzində pressinq eləməyi gözləmək olar, pressingli, meydanın bütün zonalarına nəzarət etməyə çalışan bir Qarabağ görə bilərik və düşünürəm ki, belə olsa daha doğru olar. Və komanda illərlə bizə bunu göstərib ki, həm məşqçilər heyətinin seçimləri olaraq, həm sərgilədiyi futbol olaraq, əgər Qarabağ nə zamansa müdafiə oturursa, bu zaman məğlub olur, rəqiblə bacarmır və Bayer Leverkusenlə oyunların son dəqiqələri də bizə bunu xatırladır. Sona qədər risk etmədən, maksimum ehtiyatlı olmaq şərtindən komandamız öz futbolunu sərgiləsə, öndə pressinq eləsə, toplu oyunda ənənəvi pas oyununu qorumağa çalışsa, topu özündə saxlamağa çalışsa, düşünürəm ki, daha doğru seçim olar. Çünki biz başqa cür Qarabağın nəticə verməsini, demək olar ki, başqa cür heç indiyə qədər kritik oyunların heç birində uğurlu ola bilməyib. Əgər ehtiyatlı olubsa, müdafiə oturubsa, həmin oyunları əldən verib.
Bu qarşılaşmada nəticəni müəyyən edəcək əsas futbolçularımız kim olacaq? Yəni konkret ad çəkməli olsanız, kimin adını çəkərsiniz? Ümumilikdə Qarabağ elə bir komandadır ki, Qarabağ və bu kimi komandalarda adlar üzərindən danışmaq doğru deyil, çətindir və ümumiyyətlə adların yox komandanın özünün ümumi futbolunun hər şeyi həll eləyəcəyini düşünürəm. Məsələn, biz orta xəttdən daha böyük gözləntilərimiz olmalıdır. Heç cür istədiyi ortanı qura bilmirdi, istədiyi kimi ortanı tənzimləyə bilmirdi Qurban Qurbanov buna qədər və bu da futbolçuların düşüşü, qalxışı fonunda dəyişirdi. Məsələn, biz yoldaşlıq oyunlarında gördük, Montiel'i bir qədər fərqli mövqedə oynatdı, Zubiri ənənəvi mövqeyinə qaytardı. Bununla biraz ortanı düzəldib, daha fərqli orta, məsələn, Yankovic, Bikalyo, Montiel üçlüsündən daha fərqli orta yaratmaq olar və düşünürəm ki, əsas yük məhz orta xəttin bu görüşdəki performansına asılı olacaq. Fərdlərin ayrı-ayrı özünün öz günündə, öz oyun günündə olması, özünün maksimumunu verməsindən asılı olacaq. Amma Ajax oyunu bizə göstərdi ki, müdafiədə də xeyli problemlərimiz var. Ümumiyyətlə, Sabah oyununda da biz bunu gördük, Premier Liqa oyunlarında da gördük. Məsələn, Bəhlul hər nə qədər döyüşən futbol oynasa da, digər mövqelərdə müdafiəçilərimiz nə qədər oturuşmuş, möhkəm görünsə də, kifayət qədər boşluqlarımız da var, taktiki səhvlərimiz də var. Buna görə müdafiə də bu oyunda vacibdir. Müdafiənin səhvsiz olması, döyüşkən futbolla yanaşı ağıllı futbol oynaması düşünürəm ki, çox vacibdir və əsasən yenə də bir daha qeyd edim, birinci orta xətt performansı çox vacibdir, müdafiənin diqqətli olması çox vacibdir, amma onlar qədər məsələn hücum xəttini demirəm. Çünki bu ikisi yaxşı olarsa Qarabağ qol vurmağı bacarır və böyük əksəriyyət olmasa da bir hardasa oyunların ən azı bir yarısında orta xətt və yaxud da digər mövqelər biz görürük ki, oyunun taleyini həll edə bilir. Çünki sistem komandası da sistem futbol oynayırlar. Bax, bu görüşdə də adlar üzərindən yox, mövqelər üzərindən belə danışa bilərik. Sizcə Qarabağ heyətini qoruyub saxlaya biləcək? Biz bununla bağlı son vaxtlar həddindən artıq çağırışların, çıxışların olduğunu görürük və bu gün qərbə səslənsə də Qarabağın, klubun ən böyük problemlərindən biri budur. Hətta Qurban Qurbanov ardıcıl 2 mətbuat konfransında bununla bağlı üsyan etdi. Bir növ menecerləri açıq deməsə də işbaz adlandırdı, futbolçuları təkliflərlə gicəlləndirdiyini dedi və çox şikayətləndi bu mövzuda. Biz də Qurban Qurbanovu tanıyan adamlar, futbol adamları bilir ki, əgər o bu mövzuda inadla danışırsa, demək burada hansısa çox ciddi problem var. Qarabağ Çempionlar Liqasında birinci dəfə oynayanda vəziyyət belə deyildi. İndi format fərqlidir, nəticələr uğurludur deyə təkliflər belə göydən yağır. Çox yüksək məbləğli istəklər, təkliflər var. Təkliflər hətta real olmasa belə futbolçuların başlarını gicəlləndirən rəqəmlər söyləyirlər və bunların fonunda çox çətindir hazırda Qarabağın vəziyyəti. Ümumiyyətlə Qarabağ klubu idarə heyəti olaraq, menecerlər, skautlar olaraq, məşqçilər korpusu olaraq bax buna alışmaqda hiss edir ki, biraz çətinlik çəkir. Bu yeni bir mentalitetdir, yeni münasibətlər deməkdir, yeni baxış deməkdir. Buna qədər daha ehtiyatlı, daha çox futbol adamlarına, ictimaiyyətdən ehtiyatlı, daha belə fərqli münasibətlər var idisə, artıq böyüyüb bu səviyyə çatandan sonra düşünürəm ki, biraz daha fərqli yanaşma lazımdır, biraz daha sərt, daha ciddi olmaq lazımdır. Məsələn, Qurban Qurbanov demişdi ki, biz bura Qarabağdır, uşaq bağçası deyil ki, elə hansısa hər menecer futbolçuya zəng eləyir, ona təklif göndərir. Yəni biraz daha sərt mövqe ortaya qoymaq lazım olacaq, çünki futbolçulara təkliflər çoxdur. Hətta mən bildiyimə görə Qurban Qurbanov futbolçularla da təkə-tək söhbətlər eləyib, birə-bir danışıb və bəzilərinə çox sərt, çox kobud belə deyək, son xəbərdarlıqlarını eləyib. Məsələn, Yankovicin bununla bağlı müsahibəsi var idi. Ölkəsinin mətbuatına müsahibəsində müəyyən mesajlar vermişdi ki, mən bu kluba hörmətim böyükdür, amma yaxşı olar ki, məni buraxsınlar gedim. Təbii ki, bunu Qarabağ istəmir və bu vəziyyətdə mən düşünürəm ki, Eintracht oyunu çox həlledicidir və əgər orada uğursuzluq olarsa, artıq bəzi adlarla komandanın sağollaşacağı da çox real görünür. Məsələn, Andrade hazırda 1 nömrəli namizəddir, yaxşı məbləğə təklifləri var.
İndi yerli futbolçulara inanmıram buraxsınlar, amma bir çox adlar var ki, yüksək məbləğ onları istəyirlər və biz bilirik ki, Qarabağ bu məbləğlərə yox demir. Məsələn, Juninho Kadi məsələsində bunu görmüşdük və düşünürəm ki, bu mənada Qarabağın işi çox çətindir, çox kritikdir və Eintracht oyunundan sonra hansısa böyük qərarlar veriləcək futbolçuların göndərilməsindən bağlı. Əsas məsələ Qarabağ Çempionlar Liqasında qala biləcək, davam edə biləcək. Kaş bu oyunda daha az, bayaq verilişimizin əvvəlində də qeyd etdiyim kimi, daha az təzyiqlə olardı komanda. Məsələn, Liverpool oynayırmış kimi, hər şeyin itirildiyi görünmüş kimi olardı və onda mən əminliklə deyərdim ki, komandamız qələbə qazanacaq. Amma bu görüşdə düşünürəm ki, Eintrachtla görüşdə şanslar tamamilə bərabər. Təbii ki, içimizdən keçir, könül istərdi ki, komandamız qələbə qazansın. Amma şanslar 50-50-yədir. Oyunun taleyini xırda detallar, xırda səhvlər həll eləyəcək və yaxud da kimin daha çox istəkli olması, kimin daha dəqiq, daha diqqətli olması həll eləyəcək. Ona görə proqnoz verilməsi çox çətin olan oyunlardandır və bir də Qarabağın gözləntiləri artırması biraz daha işi çətinləşdirir. Eintracht hazırda çox üst səviyyədə futbol oynayır. Bundesliqada nəticələrini qoyuram bir kənara. Futbolu çox üst səviyyədədir və klub olaraq da hazırda belə çox tamam başqa atmosferdədirlər. Təsəvvür edin ki, yanvar qış transfer dönəmini böyük klublar var ki, 1-2 transfer eləyə bilmir, 1-2 transferlə keçirir. Amma Eintracht hazırda 4-5 futbolçunu rəsmiləşdirib və 4-5 yüksək səviyyəli futbolçunu heyətinə qatıb. Sadəcə bizim orada bəxtimiz onda gətirib ki, onlar Çempionlar Liqasının iştirak ərizəsinə salınmır həmin adlar, yalnız Bundesliga üçündür. Amma bunun özü də komandaya yeni bir ruh, yeni bir atmosfer gətirir və mən düşünürəm ki, biz Bakıda Borussia Dortmund səviyyəsində, Bayern Münchenə biraz yaxın səviyyədə bir Alman klubu görəcəyik. Ona görə işimiz çox çətindir. Tək ümid qalır bu vəziyyətdə Qurban Qurbanovun o ənənəvi analiz etmək qabiliyyətinə, rəqibi incələmək, bütün detalları incələmək qabiliyyətinə və biz bunu bir neçə kluba qarşı görmüşük. Sadəcə o sıx qrafikdə sanki həmişə bu Qarabağ məşqçilər korpusu onu rahat eləyə bilmir. Vaxtları çox olarsa, bir oyuna 10 dəfə, 20 dəfə baxa bilirsə rəqibin bir oyununa, bu zaman analiz edib ortaya yaxşı işlər çıxara bilirlər. Yəni belə xırda detallara da ümidlər.